İsmayıllı şəhər 3 nömrəli məktəb liseyində tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlayan və şəhid olan Famil Əhmədzadənin yaratdığı tarix muzeyi bugün şagirdlərə tarixi dərsləri əyani şəkildə öyrədir. Famil müəllim yalnız bir müəllim deyil, həm də şagirdlərin tarixə olan marağını artırmaq və dərsləri əyani şəkildə təqdim etmək üçün bu muzeyi qurmuşdu. Muzeydə sərgilənən tarixi eksponatlar şagirdlərə dərslərini kitabdan yox, canlı şəkildə öyrənməyə imkan yaradır. Muzeydə şagirdlər tarixi dövrləri və hadisələrə yalnız nəzəri şəkildə deyil, əyani şəkildə görərək öyrənirlər. Bu dərsə olan marağı artırır və öyrənməni daha effektiv edir. Famil müəllim özündən sonra biz tarix müəllimlərinə belə bir muzey qoyub getmiş və eyni zamanda bir məsuliyyət qoymuşdu. Və biz də məktəbin bütün tarix müəllimləri dərslərimizi demək olar ki, bütün siniflərdə dərslərimizin birini əyani şəkildə muzeydə tədris edirik. Famil Əhmədzadənin şagirdi və onun yolunun davamçısı. Bugün bu mənim üçün həm qürurludur, həm də bir məsuliyyətdir. Şəhid Famil Əhmədzadənin yolu asan yol olmayıbdır. O yolun davamçısı olmaq, o yolu yürümək bizim üçün həm motivasiyadır, həm də o yolda yürümək bizim üçün bir şərəfdir. Onu da qeyd edək ki, şəhid Famil Əhmədzadə 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində könüllü olaraq cəbhəyə yollanmış və Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin müdafiəsinə qəhrəmancasına şəhid olub. O, Azərbaycanın müxtəlif mükafatları ilə təltif edilib və bu gün də onun adı İsmayıllı şəhərində yaşayan hər kəsin qəlbində yaşayır. Famil müəllimin yaratdığı tarix muzeyi onun əziz xatirəsini yaşadır və şagirdlərə tarix dərslərini daha əyani şəkildə öyrənmək imkanı verir. Elvin Qudratov, Rafiq Həsənov, Elçin Məlikov, Həcər Həsənova bugün informasiya proqramı üçün.